Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Yenidən Bumerang Show, həmin vaxt, həmin dəqiqə lider ekranlarında. Qonağımıza qalanda isə gəlin görək bu dəfə bizim qonağımız kimdir? Salam, hörmətli uşaqlar. Mən Cavan Zeynallıyam. Mən muzikalni məktəbdə getdim. Mənə 7 il var idi, getmişəm oraya və skripkada çalmışam. Skripkada çalmışam, ondan sonra keçdim fortepianoya. Fortepianoda çalmışam muzikalni uçilişi. Bu yaxın yarım saata mən Bumerang Show'unun qonağıyam. Çox sağ ol, təşəkkür edirəm. Caniklar, gördünüz də, axır gəldim, liderə çıxdım. Cavan Zeynallı'nın oradını. Cavan Zeynallı, gəlin onu alqışlayaq. Cavan Zeynallı. Salam, öpürəm səni. Maşallah, maşallah. Lap böyümü sənə. Alagözlübeydə sən qəşəng Həsrətin qəlbimi yandırır ay mələk Alagözlübeydə sən qəşəng Həsrətin qəlbimi yandırır ay mələk Sənin mən hicrinə dözmərəm Səndən mən əlimi üzmərəm Şirin söz zibeydən mən sənə yalvarıram Dərdindən heyva tək saraldım gəl mənə yalvarıram Alagöz şirin söz zibeydən mən sənə yalvarıram Dərdindən heyva tək saraldım gəl mənə yalvarıram Baba, baba, baba Baba, baba Baba, baba Yaz gəlib hər yana, gül açmışdı çəmən Bənövşə tək boynum əyilmişdi qəmdən Yaz gəlib hər yana, gül açmışdı çəmən Bənövşə tək boynum əyilmişdi qəmdən Sənin mən hicrinə dözmərəm Səndən mən əlimi üzmərəm Alagöz şirin söz zibeydə mən sənə yalvarıram Dərdindən heyva tək saraldım gəl mənə yalvarıram Alagöz şirin söz zibeydə mən sənə yalvarıram Dərdindən heyva tək saraldım gəl mənə yalvarıram Baba, baba, baba Wapa papa, wapa papa, papa, wapa papa, wapa papa, wapa papa. Zibeydə, zibeydə, zibeydə. Uşaqlarım, bumerangları tullamağa hazırsınız mı? Onda
başlayaq. Cavan müəllim, Ay can. sizdə elə məktəb varmı ki, uşaqlar orada caz öyrənsin? Ne güzel sual vermişsən sən, ay mənim gözəl qızım. Bilirsən, cavan müəllimin vaxtı biraz azdır, çünki iş çox var, qaça-qaçdır. Özün bilirsən, indi həyatımız belədir ki, axşam ora qaçırsan, səhər ora qaçırsan, gündüz. Amma inşallah biraz iş qutaranda səni mən gətirəcəyəm, sənə caz göstərəcəyəm. Necə lazımdır çalmağa. Sənə də Mən sənin eşitdim kimi ki, uşaqlara da. Sən çox sevirsən cazı. Da, Ona elədir, görə mən elədir. sənə göstərəcəyəm. İnşallah. Вы и поете, и играете на пианино. Какую... Я так как понял, что вы больше Да, любите, что вы больше играть любите, или петь? да. Это вопрос мне очень часто задают, поэтому я с удовольствием отвечу вам абсолютно честно, от всего сердца. Я больше люблю играть на рояле, чем петь. Но жизнь заставляет. Oxumaq da lazımdır, necə deyirlər. Əgər oxumağı da bacarırsınızsa mütləq oxumalısınız və bəs haçan rəqs edəcəksiniz siz? Çalıb oxuyub rəqs nə vaxt edəcəksiniz? Siz ki bilirsiniz, mən ansambl qayada Bəli, siz mənimlə işləmişsiniz. Biz bəli, orada Almanı bəli. attım xarala, Qaldı qaldı sarala, sarala, sarala. Almanı attım xarala, Qaldı sarala, sarala. Bağlarda döndüm marala, atirmə köynək, ay sarı çəpkən, i tak dali, i tak И тому dali. подобное. Джаван Зейналы, сейчас новый мэр города, везде все чисто. Вы как к этому относитесь? Я лично вот так. Suala bax, Bilirsən, adam çaşır. Maşallah da. Belə sual verirlər, özdə maşallah belə gözəl uşaqlar, maşallah. Bilirsiniz, təzə mer, indi necə deyirlər, biz təbrik edirik ki, Bakıda təzə mer oldu. Və baxıram indi Qusiqacıq küçəsində 5 mərtəbə o mənim yanımda, hamısı tərtəmiz oldu. Təmizlik axı yaxşı şeydir axı. Təmizlik necə deyirlər, adamı açır. Cavan müəllim, siz neçə yaşından piano çalırsınız? Ay, nə gözəl sualdır. Ay, öpürəm səni, mənim əzizim. Mən 7 yaşından başlamışam çalmağa pianinoda. 7 yaşından. Cavan müəllim, siz Azərbaycandan başqa hansı xarici ölkədə yaşamaq istəyərdiniz? Mən olmuşam, qızım, mən olmuşam 42 dənə ölkədə səfər, qastrol olmuşdu. Amerikada, Fransada, Germaniyada, ansambl qaya ilə olmuşam, filarmoniyadan olmuşam, necə deyirlər, Türkiyədə işləmişəm, Ankarada işləmişəm, yarım il Ankarada işlədim, amma görürəm ki, yox, Bakısız yaşamaq. Bəli, vətənsiz mümkün deyil. Cavan əmi, Ayda, neçə yaşından mahnı oxumağa başlamısınız? neçə yaşında? Ay, mənim çiçəyim, mənim cavabım belədir. O da atır, o da atma, ay, atdı, getdi. İndi cavab verirəm sənə. Mən başlamışam oxumağa 19 yaşında. Özdə bilirsən necə? Qulaq as. Bilirsən necə? O bizim müğənni var idi, Müslüm Maqamayev. O indi Moskvadadır, orada yaşayır. O oxumuşdu, bir daha mahnı var idi onda, Come Prima. Mən ondan sonra oturdum royalə, başladım oxumağa Come Prima. Hamısı dedilər, nə oxşayırsan Müslümə? Birinci mənim addımlar elə Müslümlə başlamışdı. Az sonra oca getdi ayrıca. Uğurlu olsun, uğurlu olsun. Мой вопрос Джаваду müəllim. Какие эстрадные певцы вам больше нравятся? Вы имеете в виду наш город Баку или же вообще во всем мире? Да, да, Баку, да, во всем мире, да, и все время да. Только Баку. Вы знаете, все мои друзья, мне нравятся очень многие. Я даже не могу кого-то выделить, настолько все прекрасно поют, так что мне нравятся все, особенно Айгин Казимова. Я за ее песни просто, когда она поет, у меня переворачивается все в душе. Я чувствую себя очень прекрасно. Спасибо, взаимно. Когда вы первый раз вышли на сцену? Первый раз на сцену я вышел
В 1967 году, еще тебя даже не было. в Еще проекте. меня тоже не было. Не Не то было. что-нибудь, да. Cavan əmi, siz pianoda belə gözəl çalırsınız. Sizin müəlliminiz kim olub? Mən sizə deyim, piano da mən özüm öyrənmişəm. Müəllim heç yox idi. Her yanı geç, size benzeri seç. Yoktur dünyada hiç Bakı gözelinden. Dalgın bakışı hoş, nazlı gülüşü hoş. Könlüm bir nəğmə qoş Bakı gözəlinə. Bakının gözəllərini, qara göz çiçəklərini, şirin söz dəcələrini sevdim qəlbən. Şəhərimə yaraşırsız, ürəklərə nur saçırsız, şairlərin ilhamısız siz. Saçları gül, ince dodağı gül. Sevdim məndə bir gün Bakı gözəlini. Həsrət ağlasın qoy, Rüsvan sevinsin qoy. Qismət olsun bir toy Bakı gözəlinə. Bakının gözəllərini, qara göz çiçəklərini, şirin söz dəcəllərini sevdim qəlbən. Şəhərimə yaraşırsız, ürəklərə nur saçırsız, şairlərin ilhamısız siz. Həsrət ağlasın qoy, Vüsal sevinsin qoy. Qismət olsun bir toy Bakı gözəlinə. Bakının gözəllərini, qara göz çiçəklərini, şirin söz dəcələrini sevdim qəlbən. Şəhərimə yaraşırsız, ürəklərə nur saçırsız, şairlərin ilhamısız siz. Bakının gözəllərini, qara göz çiçəklərini, şirin söz dəcələrini sevdim qəlbən. Şəhərimə yaraşırsız, ürəklərə nur saçırsız, şairlərin ilhamısız siz. Siz bu sənətə gəlməsəydiniz, hansı sənəti seçərdiniz? Bilirsiniz, mən çox idmanı sevirəm, futbolu sevirəm. Hamısı maşallah baxırdılar biz necə Respublika əl oyununda oynamışıq futbol və udmuşuq. Ona görə mən futbolu çox sevirəm. Cavan müəllim, Ay sizin can. ən xoşbəxt gününüz haçan idi? Olub da uca köşübündə xoşbəxt satsız be. O gün dünyada, necə deyirlər, bütün dünyada bir dəfə olur. Ancaq deməyin ki, evləndiyiniz gündür. Necə yəni, hələ o gündür. Sizin arzunuz nədir? Mənim arzum odur ki, mən Aygün xanımla çıxım və konsertdə bir cazovi blues oxusun, mən də oturum onu ilə və rayalda müşayiət eləyim. Gəlin bu arzunu alqışlayaq uşaqlar. Bravo, bravo.
Смотрит ласково с витрины в магазинах Барабас. Мило щелкают ресницы, кукла Барби просто класс. Импозантно по-английски плавно проведет рукой, словно Моника Левински очарует красотой. Барби, Барби, you my little friend for all. Барби, Барби, every my Барби go. Барби, Барби, скажет ласково окей. Барби, Барби, радость наших малышей. Кукла Барби, радость в доме, детям самый близкий друг. Пожелать спокойной ночи засыпает, как сурок. Утро встретит вновь с улыбкой, с малышами сев за стол. Съест на завтрак с аппетитом кашу с маслом Барби Герл. Барби, Барби, you my little friend for all. Барби, Барби, every my Барби Girl. Барби, Барби, скажет ласково окей. Барби, Барби, радость наших малышей. Смотрит ласково с витрины в магазинах Барабас. Мило щелкают ресницы, кукла Барби просто класс. Импозантно по-английски плавно проведет рукой, словно Моника Левински очарует красотой. Барби, Барби, you my little friend for all. Барби, Барби, every my Барби girl. Барби, Барби, скажет ласково окей. Барби, Барби, радость наших малышей. Барби, Барби, you my little friend for all. Барби, Барби, every my Барби girl. Барби, Барби, скажет ласково окей. Барби, Барби, радость наших малышей. Cevap verin. Siz maşın sürmək xoş deyirsiniz. Maşın Maşın sürməyi. çox sevirəm. Çox sevirəm sürməyə maşını, çünki sürəndə adam ayılır, baxırsan, görürsən yolda da, indi orada adamlar keçir, qaçır, orada qayıdan bizim dostlarımız dayanıb. Ona görə sevirəm, amma istəyərdim ki, Bakıda biraz yollarını düz eləsinlər. Aygün hanım, kuzunuzu verərsiniz mənə? Gördünüz, vot. Birinci müşteri. Sen büyü, büyü Allah koysa onda bakarıq. Bax, sənin sualın... Ha? Джамазин надо спать, а нам один хороший час. Спеть? Вот здесь? Попросим, пусть поет. Без саксофона, без контрабаса. Da. Esas elə odur da. Parabada pep, 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 parabada pep, 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 parabada pep, we para pep, we parabada pep, 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 Спасибо. Sənin sualın var deyəsən? Cavan müəllim, siz oxumağı, çalmağı, uşaqlıqdan həvəsiniz var? Uşaqlıqdan hələ Baxşıya gedəndə orada oxuyurdum. Sənin də sualın var? Canik, ты мой родной, bir dənə sualım var sənə. Sən qızıl balıq tutsaydın, nə arzulayardın? Валла, ты мой родной, мой дорогой мой баяндурчик. Машалла, у тебя прическа тоже такая же джазовая, шикарная прическа. А насчет Гызыл-Балыга мы поговорим с Мурадом. Он нам скажет, как нам ловить рыбу. Можно я буду вас называть Джоником, как все старые друзья? Друзья бакинцы, меня зовут Джаник, да. Это самое любимое ко мне обращение. Пускай даже мне будет 70 лет, 80 лет, но когда мне говорят Джаник, или Машалла.
Джаник, вы катались на велосипеде? На велосипеде. Я лично каталась. Один раз я катался на велосипеде, знаешь, что получилось у меня? У меня педаль соскочила, и не могу остановиться, а там гора идет. А я иду вниз, иду, и как смотрю, а там корова стояла. Я как об эту корову ударился. Вам повезло. Корова испугалась. Вам какие женщины нравятся? Брюнетки или блондинки? Или зеленки. Вообще-то, если честно, блондинки. Почему вы на футбол гол не забили? Он про гол забыл. Он бы Потому что забил. мои друзья мне пас не давали. Чтобы гол забить, нужно обязательно получить пас. А мне никто пас не дал. Джаник, вам понравилось, как Мурат вас скопировал? Очень понравилось. Очень понравилось, потому что Мурат сам очень хороший человек, у него доброе сердце, и поэтому у него так хорошо получилось. Cavan müəllim, siz ilk dəfə səhnəyə hansı mahnı ilə çıxmısınız? İlk defa sahneye, Вы же сказали, o Мюслим Магомаев. Кома Прима, Да. Кома Прима mahnıyla Да, çıkmışım. да, да. Вы в детстве какой предмет больше всего любили? Спорт и музыку. Так, sende sual var. Aygün xanım, когда вы маленькие были, какая у вас любимая игра была? Этот, прятки потом. Тогда компьютер зад не было. Прятки, любила играть, прыгалки, классики и так далее. Günahlar dünyası, maceralar rüyası. Men ışıklı ulduzam, ama benim gözleyim. Men aydan gelmişem, göyden gelen konağım. Sene güneş olaram, hasretinle yanaram. Zulmet gecelerinde ben aydan gelmişim. El ele bir birlikte biz dillere düşsün bu sevgimiz. Nahıldan gönlümden geçeye, eşkimiz bendensin çiçeğe. El ele bir birlikte biz dillere düşsün bu sevgimiz. Nahıldan gönlümden geçeye, yanında kalın. El ele bir birlikte biz dillere düşsün bu sevgimiz. Nahıldan gönlümden geçeye, eşkimiz bendensin çiçeğe. El ele bir birlikte biz dillere düşsün bu sevgimiz. Nahıldan gönlümden geçeye, yanında kalın. Yıldızların içinde sene sema olaram. Beni her an gözlesen, sene nəğmə qoşaram. Nağıl aləmində dumanlı bir xəyalsan, tənhalıqdan yanırsan. Senin xəbərin varmı? Sorağına gelmişəm, bəxt ulduzuyam mən. El ele birlikte biz dillere düşsün bu sevgimiz.
Eşkimiz benzesin çiçeğe. El ele verek birlikte biz, dillere düşsün bu sevgimiz. Nağıldan dönüp ben gerçeğe, yanında kalın. El ele verek birlikte biz, dillere düşsün bu sevgimiz. Nağıldan dönüp ben gerçeğe, eşkimiz benzesin çiçeğe. El ele verek birlikte biz, dillere düşsün bu sevgimiz. Nağıldan dönüp ben gerçeğe, yanında kalın. Biz qonaqlarımızı bax beləcə qarşılayıb yola salırıq. Cavan Zeynallı ilə də keçirdiyimiz yarımca saat bax belə tez müddətdə başa çatdı. İnşallah gələn həftə yeni qonağımızla Bumerang Show'da görüşənə tək.